Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, əziz xalqım, xüsusilə Cəlilabad rayon əhalisi. Deməli, bildiyiniz kimi, hardasa 15 gün bundan öncə, təqribi bəlkə də 20 gün olar, bir video mənə yönəltmişdilər ki, bəs Kəmran bəy, siz ictimai fəalsınız, Cəlilabad rayonu üzrə bütün məsələləri ictimailəşdirirsiniz. İmkan varsa, bu kadrı da baxış keçirib və YouTube kanalında paylaşasınız. Mən də təbii ki, materiala baxdım. Materiala baxandan sonra deməli, materialda qeyd olunur ki, Cəlilabad rayon Pirvoni kəndin ərazisində, Hacıbad kənd ərazisi ilə çəkməsində ətraf ekoloji ərazidir, yaşıllıq. Ora zibil tullantıları tökülmüşdü. Və o videonu da mən paylaşdım və o videonu yönəltdim Ekologiya Nazirliyinə. Ora yönəldəndən sonra çox sağ olsunlar ki, Nazirliyinə əməkdaşlar gəlib və əraziyə baxış keçirilib. Bələdiyyə sədrinin bir iştirakı ilə birgə və təbii ki, onun icrası ilə bağlı tələb qoyulub ki, o zibil tullantıları aradan qaldırılsın. Və mənə də yazılı məktub göndərilib ki, və məsələnin icraatına baxılacaqdır. Artıq işə başlayıblar. Mən təşəkkürümü bildirmək istəyirəm. Birinci o videonu mənə çəkib göndərən adama, ikincisi də hörmətli bizim struktura, nazirlik strukturuna ki, vətəndaşın sorğusuna cavabsız qalmadı. Təşəkkür edirəm Ekologiya Nazirliyinə ki, bizim ekologiyanın təmiz qalmasında biganə qalmadılar. Təbii ki, məsələ bundan da bitmir. Mənim əsas tələbim bir vətəndaş olaraq ərazidə zibil tullantılarının qarşısını almaq üçün müvafiq tədbir görülməlidir. Bunun da tədbir görülməsinə də bələdiyyə sədri bu işi aparmalıdır. Mən deyirəm ki, əl-ələ verən ölkəmizi qurağın, kəndimizi qurağın. Bu vaxta qədər yəni zibil tullantıları bundan sonra bir qanuni formada, hara realizasiya olmalıdır, nə olmalıdır? Bunu bir qanuni hüquq qaydada bunun bir işi görməlidir. Vətəndaşlar da həmrəy olsun, dəstək olsun. Evimizə, təmizliyimizə baxın. Necə, kənd də bizim evimizdir. Təbii ki, dövlət də bu işdə dəstək olsun. Bu işdə bir hansı icraatı işlər varsa, dövlət o işləri yaxşı bilir. Vətəndaşlar da təbii ki, vergi yolu ilə, hansı vasitələrlə o avadanların arınmasında da dəstək olalım ki, bu zibil tullantıları ətraf